Gəncədə skauting 2013-cü ildə başlayıbdı. Səhv etmirəmsə, biz Zamin müəllim ilk dəfə olaraq Şəki düşərgəsinə uşaqları bizim skautlar aparmışdı. O dövrdən etibarən artıq müxtəlif dəstələr fəaliyyət göstəribdi, fəaliyyətini dayandıranlar var. Eyni zamanda hal-hazırda yeni yaranmış dəstələrimiz var. Bu şəkildə davam edir. Yaxşı, bəs necə fikirləşirsiniz? Bu dəstənin uşaqları, skautlar, skautingi necə mənimsəyirlər? Düşünürəm ki, maraqlıdır skauting onlar üçün. Yeni bir fəaliyyət növüdür və uşaqlar zövq alırlar. Düzdür, bunların skautların hamısı sona qədər davam etməyənlər də olur, edənlər də olur. Düşünürəm ki, amma faydalananlar daha çox olacaqdır və yeni qoşulanlar daha çox olacaq. Bəs necə fikirləşirsiniz İntiqam lider? Bugünkü təlimlərin onların düşərgə hazırlığı